Görünür düzdür indi ekran. Bəli. Deməli, yetkin bitki, çiçəkli bitkidən söhbət gedir. Bu bitki öz-özünə də tozlana bilər. Çarpaz da tozlana bilər. Tutaq ki, deyirəm, bu yetkin bitkinin xromosom dəsti 2N-dir. Zaten yetkin bitkinin xromosom dəsti olur 2N. Diploid. 2N nə deməkdir? Diploid deməkdir. İndi baxın, bu 2N nə deməkdir? Bu o deməkdir ki, bunun elə bil ki, iki qutu deməkdir. İki qutunun içində neçə dənə xromosom var? Neçə dənə belə bir şey deyək də, iki qutu spişka deyək. Onun içində neçə dənə spişka var? İki dənə var, yoxsa sayı bilinmir neçə dənədir? Düzdür? Bəli. Ha, biz indi 2N-ə məsəl üçün deyirəm, deyirik 20. Bunun 2N xromosom dəstində neçə xromosom var imiş? 20. Avtomatik %100 bu belədir ki, bu bitkinin yumurta hüceyrəsi neçə N olur? N olur. Düz deyilmi? Yəni yetkin bitkinin yarısı olmalıdır yumurta hüceyrə. Yəni N. Əgər 2N-in yarısını soruşursa N yazmalıyıq. Burada 2N-imiz neçə idi? 10 idi. Deməli bu N-imiz neçə olacaq? 2N-imiz 20 idi. N-imiz neçə olacaq? 10. Düzdür? Yadda saxlayırıq. Mərkəzi hüceyrə hər zaman bitkinin yetkin bitki neçədirsə, neçə endirsə, o da elə olur. Yetkin bitki neçə en idi? 2 en idi. Düzdür? 2 endirsə, 2 eni neçə idi? 20. Deməli, bu da neçədir? 20-dir. Başa düşdük bunu. Hə, yox, Bəli. gəldik. Yetkin bitki neçə endirsə, spermi 2 dənə olur da bilirik. Sperminin biri onun yarısıdır. Digəri də nədir? Onun nəyidir? Yarısıdır. Deməli, spermidə neçə olacaq? 10. Bu da neçə olacaq? 10. Başa düşdük bunu. Hə? Bəli. İndi mən bir dənə Bəli. indi mən bir dənə qıraqdan yazıram. Görək bunu kimi deyə biləcək. Yetkin bitki. Yəni çiçəkli bitkidən söhbət gedir. Yetkin bitkinin 2 enində 50 xromosom var. Yumurta hüceyrə neçə endir? Tamam. 25, 25 müəllim. Endir. Düzdür? Yetkin yumurta hüceyrə endir. Mərkəzi hüceyrə neçə endir? 2, 2. 2. Neçə endir? N, Bəs o birisi N. o da indi. O da indi. Aha. İndi yumurta hüceyrə olacaq 25, bu olacaq 50, bu olacaq neçə? 25 25. olacaq 25. Başa düşdük bunu. Bəli. Gəlin bil. Bəli. İndi yazıram bax. Yetkin bitki. Yetkin bitkinin düşünək ki, 2 enində 60 xromosom var. Bu bitki əgər öz-özünə tozlanıbsa, yenə deyirəm, bu bitki əgər öz-özünə tozlanıbsa, bax yazıram. Öz-özünə tozlanma. Öz-özünə tozlanıbsa, bunun yumurta hüceyrəsi N idi də, düzdür? Mərkəz Bəli. hüceyrəsi də neçə idi? 2 N idi də, düzdür? Spermisi N idi. Bu birisi spermisi də N idi. Elə deyil. İndi bunun yumurta hüceyrəsi N idisə, N neçədir? 30-dur da, düzdürmü? Bəli. Bəli. Bu da 60-dır. Bu da 30-dur. Bu da 30-dur. Elədir. İndi mən bilirəm ki, yumurta hüceyrənin üstünə spermini gələndə
Nə alıram? Zigot. Düzdür? Bəli. Yumurta hüceyrəmiz N idi. Spermimiz də N idi. Zigot 2N olur. Bəli. Yumurta hüceyrəmizin N-i neçə idi? 30 idi. Spermi də 30 idi. Deməli, zigot neçə olur? 60. Düzdür? Bəli. Mərkəzi hüceyrəmiz 2N idi. Spermimiz N idi. Nəticədə endosperm əmələ gəlir. Endosperm neçə endi? 3 endi. Mərkəzi hüceyrə 2N neçə idi? 60 idi. Spermi neçə idi? 30 idi. Endosperm neçə olur? 90. Aydın oldu. Bəli. Bəli. İndi yetkin bitki, birinci yetkin bitki. Bu da ikinci yetkin bitki. İndi baxın. Bunun 2 enində var 40. Bunun da 2 enində var tutaq ki 60. Əgər bu ikinci bitki birinci bitkini tozlandırarsa, bu tozlanma necə adlanır? Çarpaz tozlanma. İndi baxaq. Tozlanan bu bitkidirsə, bu bitkinin nə istifadə olunacaq tozlanmada? Yumurta hüceyrəsi, mərkəz hüceyrəsi, düzdür? Bunun yumurta hüceyrəsi, mərkəz hüceyrəsi neçə endi? Yumurta hüceyrəsi neçə endi? Mən endi. Endi. Mərkəz hüceyrəsi N. gen. Bunun mayalanmada iştirak eləyəcək nəyi? Spermisi. Spermisi endi. Bu da endi. Bunun spermisi neçədir? N, bu da N. Düzdür? İndi bunun ifadə etdiyi rəqəm. Bunun yumurta hüceyrəsi neçə? N-i neçədir bunun yumurta hüceyrəsinin? 20. Bəs bunun mərkəz hüceyrəsinin xromosom sayı neçədir? 40. 40. 40. Bunun N-i neçədir? 20. 30. Düzdür? Bunun da N-i 30'dur uşaqlar. İndi Bəli. bunları cəmlədiyim zaman, yəni yumurta hüceyrə neçədir? 20. Üstə gələk. Spermi neçədir? 30. Neçə eləyir? Zigot. Zigot neçə olur? 50 olurmu uşaqlar? Bəli. Bəli. 2-nin neçədir? 50. Gəldik ikinci. Mərkəzi hüceyrə 2-indir. 2-nin neçədir? 40'dır da, düzdürmü? Bəli. Üstə gələk. Bəli. Neçə idi? 30. Neçə eləyir? Endosperm neçə olur? 70. Anlaşıldı. İndi Bəli. tərsinə bir sual verirəm, baxırsınız. Yetkin bitkinin 2 eni 100'dür. Bunu hələ tapaq tərsindən deyəcəm. Yetkin bitkinin 2 eni 100'dür. Yumurta hüceyrə neçə endir? Endir. Neçə? N deyəcək. 50. Aha, mərkəzi hüceyrə neçə endir? 100. 2. 2 en. Neçədir xromosom sayı? 100. Spermi neçə endir?
N. N'dir. N. Neçədir xromosom sayı? 50. 50. Spermi də 50-dir. İndi gəlin belə Bəli. bura N yazaq, bura 2N yazaq, bura N yazaq, burada N yazaq. Bura 50 yaza bilərəm, bura 100 yaza bilərəm, bura 50, burada 50. İndi bu bitki öz-özünü tozlasa, bunun spermisi, bunun zigotu neçə N olar, neçə xromosomu olar? Mənim 2 N olar, 100 də xromosomda. Bəli. Bəs bəs endospermisi neçə N olar? 3 N olar. Və xromosom sayı neçə olar? 150. Bəli. Başa düşdük. Bəli. Bəli. Yaxşı. Bəs yaxşı belə bir şey Bəli. sizə. Bu bitki, tutaq ki, 2-ni 100-dür. Deyirəm ki, ikinci bir bitki, yetkin bitki. Bunun spermisi yani 50'dir. Bunun spermisi neçə olacaq? 25, düzdür? 25. Əgər bunu mayalasa, bu çarpazda öz-özü nədir? Çarpaz. Qarpaz. O zaman xromosom sayı, zigotun xromosom sayı neçə olur? Bu 50 idi. Üstünə də neçəni gəlməliyəm? 25, 25. 75. Mərkəz ceyran ilə də bunu birləşdirəm. Mərkəz ceyran neçə idi? 100 idi. 100-ün də üstünə 25 yarım neçə eləyir? 125. 125. Tamam, uşaqlar. Təxminən 1 dəqiqə neçə saniyəmiz var. İnşallah gələn dərsimizdə görüşürük. Həftənin 3-cü günündə dediyim şeyləri eləyirik. Mənə bir dənə yazın. Milana yazsın ki, mollyuskların cavabını da göndərin. Onun da cavabını göndərim. İnşallah. Nəyin mən təzmin deyim? Necə? Mollyusk Nə bir dənə deyim, təzmin deyim. yazın. Yaz ki, ikinci İş dəftərində mollyuskların cavabı. yox. İkinci isə iş dəftərindən mollyuskların, ikinci isə iş dəftərindən mollyuskların və ümumiləşdirici tapşırıqların cavabını göndərin. İkinci isə iş dəftərindən mollyuskların və ümumiləşdirici Bəli, bildim. cavabını göndərin. Tamam uşaqlar, gecəniz xeyrə, özünüzə yaxşı baxın. Görüşərik inşallah. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun.